Salam aleykum, hardayam ökməli, qov yollayam. Nəscin təzə, həm kredit, həm də nəqd. Qiymət bilsən neçədə? Havayı. Gəl götür apar, pul istəmir bu evdən. Həqiqətən gözəl qiymətədir. Şəxsi tikili evdir, qoşa, daşdır, mətbəxdə var. Adam girsin ürəyi açılır. Mətbəx evin içərisində qalacaq, işıqlıqdır. Burada gəldi, bir dənə burada yataq otağıdır, prosta alana bir dənə lampiçka lazımdır. O otağın ölçüsünə bax, çox genişdir. Yeganə yerlərdən biridir ki, bura hökmə qavyonlu. Yeganə yerlərdən biridir ki, nədir? Suyu pastayanlıdır. Yeganə yerlərdən biridir yəni. Baxın, hamam sanusi çox gözəl təmiri var. Yəni ev gözəldir, qiyməti də yaxşıdır. Qiyməti barədə məlumat verəcəm. Bu dənə burada dediniz ki, otağıdır. Qiyməti əvvəldə deyirəm. Qiymət deməli 30 min verdin, opşi qiymət düşəcək sənə 38 min, 8 min də aylıq verirsən. Nəqd amma 36.500 manata. Nə verərlər heç nə. 3 otaqlı ev var, qapılara bax. Hər şey qəşəng təmiri göz qabağındadır. Yəni də buradan da gəldi. Burada da bir dənə zalıdır. Zalın ölçüsü yaxşıdır, aboylar təzədir. Yəni hazır köçək evdir də. Həyət bacası da gözəldir, evin özü də gözəldir, qiyməti hamısından gözəldir. Kim ev satırsa əlaqə saxlasın. Bax burada qaz, su, işıq, yəni burada koruq çəkməyəcəksən də. Bir dənə çöl idəndə tanış olaq. Buradan gəldi, burada giriş, həmin də koridor sisteməsini saxla. Bu da çöldən görünüşüdür. Həyətinə maşın rahatlıqdan daxil olur, su baseynisidir, çöldə ayaqyolusu da var. Yəni evi də normal evdir. Şəxsi özünə tikdiyi evdir, böyrdən məsafələr saxlanılıb qırağına. Buradan da gəldi. Burada ağac ya da kimi normal yeri var. Burada da hamam sanuzelidir. O təmirsizdir prosta. Yəni hər qiymətə əldə evlər var. Bu evə görə də qiymət super qiymətdir. Belə qiymətə şəxsi tikili ev tapmaq çox çətin məsələ. Hökməli Qobu yolunda Megastorun arxasından hardasa əsas yoldan 1 kilometr məsafəsi var. Yəni onu vurğulayıram. Sonra gəlib yol qırağı və axtaranlar gəlməsin. Yoldan arası var. Amma ev kimi super evdir. Suyun pastayanlıdır. Sağ ol.